Aziz abituriyentlər, bugün 2025-ci ilin qəbul suallarından birinə baxırıq. Verilmiş tənliyimiz birinci trigonometrik tənlikdir. Həlli üsuluna baxarıq. Yazırıq sinus x çıxılsın kosinus x bərabərdir 0. Bu tənlikdə biz hər tərəfi kosinus x fərqlidir 0 şərti ilə kosinus x-ə bölməliyik. Kosinus x fərqlidir 0 şərtini nəyə görə götürürük? Çünki biz böləndə 0-a bölə bilmərik. Digər tərəfdən kosinus x bərabərdir 0 bizim tənliyimizin həlli deyil. Çünki bura 0 olsa, həmin argumentlə sinus olacaq 1. 1-dən 0 çıxanda 0 eləmir, yəni tənliyimizi ödəmir və rahatlıqla bölə bilərik. Hər tərəfi kosinus x-ə bölsək, alınır sinus x bölünsün kosinus x çıxılsın kosinus x bölünsün kosinus x bərabərdir 0. Bura bildiyimiz kimi tangens funksiyasıdır. Bura isə neçə eləyir? 1 eləyir. Yazırıq tangens x çıxılsın 1 bərabərdir 0. Tangens x bərabərdir 1. X də bərabərdir. Xüsusi həll olduğu üçün pi bölünsün 4. Üstə yansın pi k. Daha çox belə sualların gəlməyini istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz.